Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Novruz bayramı ilə bağlı mərasimlərdə yanğın təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar vasitələrdən kənarda və müvafiq təhlükəsizlik tədbirləri görülməklə yandırılmalı. Tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatlı olmaq, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Təhlükə zamanı 112-yə zəng edin deyə Fövqəladə Hallar Nazirliyinin müraciətində qeyd olunur. Sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq. Yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək sürücülərə diqqətli olmağa çağırıb. Qaydalara riayət etmək, sürət həddini hava şəraitinə uyğun seçmək, yaxın məsafəni göstərən işıqları yandırmaq, zərurət olduqda duman faralarından istifadə etmək, ötmə və kəskin manevrlərdən çəkinmək, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmaq, xüsusilə piyada keçidlərində daha ehtiyatlı olmaq tövsiyə edilir.